Baxın, yaşlı qadın çomaqla gəldiyi xəstəxanadan bir neçə saat sonra piyada yeriyərək özü evinə qayıtdı. Əl çomağını harı götürürsən? Getdi. Get. Dizlərdə ağrı bugün yaşlı insanların əksəriyyətində rastlanan bir problemdir. Tibbi dildə artroz adlanan bu xəstəlik qığırdaqların yeyilməsi nəticəsində baş verir. Yaş artdıqca toxumalarımızın bərpası bilirsiniz ki, yavaşlayır. Yəni yeyilən qığırdaq öz-özünü bərpa edə bilmir. Nəticədə isə qığırdaqlarımız tamamilə yeyilir və sümüklərimiz bir-birinə sürtülməyə başlayır. Xəstəlik irəlilədikcə ayaqlarımız şişir, ayaq əzələlərimiz zəifləyir və diz sümüklərimiz deformasiya olur. Gənc yaşlarda və ilkin səviyyəli artrozlarda müxtəlif müalicələr var. Kök hüceyrə, egzosom və hialuron turşusu kimi. Yaşlı və artıq 3-4-cü səviyyə artrozlarda əsas yol endoprotez əməliyyatıdır. Lakin bir çox xəstələr üçün bu əməliyyat olduqca ağır və riskli hesab edilir. Belə hallarda əməliyyat təkcə çıxış yolu deyil. Noltrex maye protezlə oynaqlarınızı bərpa edə bilərsiniz. Noltrex xəstəliyin mərhələsindən asılı olmayaraq, oynaq içərisində yastıq rolu oynayaraq sümüklərin bir-birinə dəyməsinin qarşısını alır. Diz oynaqlarında yeyilmiş qığırdağı əvəzləyir, ağrıları aradan qaldırır, həyat keyfiyyətini artırır, ən əsası oynaq əməliyyatını təxirə salır. Maye protez birbaşa oynaq yerinə iynə ilə tətbiq edilir. Bir neçə saat ərzində videoda gördüyünüz yaşlı xanım kimi ayağa qalxıb sərbəst şəkildə yerimək mümkün olur. Ağrılarınız sizi dayandırmasın. Noltrexi təqdim etdiyimiz əlaqə nömrəsi və rəsmi Instagram səhifəsindən əldə edə bilərsiniz.